Salam, hər vaxtınız xeyir, Dost TV-yə baxırsınız. Qayğı verilişinin bu dəfəki mövzusu əlilliyi olan uşaqlar üçün ailə mühitinin əhəmiyyətidir. Əlbəttə ki, qonağımız da var. Qonağımız Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Elnarə Cavadovadır. Elnarə xanım, xoş gəlmisiniz. Bugün Elnarə xanımla birlikdə əlilliyi olan uşaqlara, xüsusilə də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailə mühitinin əhəmiyyətindən danışacağıq və qeyd edeyim ki, bu sahədə əlbəttə ki, ölkəmizdə kifayət qədər işlər həyata keçirilir. Elnarə xanım, bilirik ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi dövlət proqramları icra olunur və bu sahədə sistemli addımlar atılır. Nəyə görə valideyn himayəsindən məhrum olmuş, xüsusilə də əlilliyi olan uşaqlar üçün ailə mühiti bu qədər vacibdir? Salamlayıram hər birinizi. Deməli, ümumilikdə əgər biz valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı danışırıqsa, qeyd etmək lazımdır ki, uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1599 nömrəli 15 fevral 2022-ci il tarixli fərmanı əsasında uşaqların müəssisəyə yerləşdirilməsi və eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisədən ailəyə verilməsinə dair qərarların qəbulu, eyni zamanda bu uşaqların ümumiyyətlə müəssisəyə düşməsinin qarşısı alınması ilə bağlı müəyyən tədbirlərin görülməsi Azərbaycan Respublikası Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunmuşdur və bu minvalda qeyd etmək lazımdır ki, Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin Sosial Xidmətlər Agentliyinin əsas prioritet istiqamətlərindən biri uşaqların ailə mühitində böyüməsini təmin etməkdir. Və burada biz istənilən valideyn himayəsindən məhrum olmuş uşaqları nəzərdə tuturuq. Yəni, bu uşağın əlilliyin olub-olmamasından asılı olaraq həmin xidmətlər və dəstək mexanizmləri ailələrə təqdim olunur və həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların, müəssisədə artıq yaşayan valideyn himayəsindən məhrum olmuş, həmçinin əlilliyi olan uşaqların ailə himayəsindən qaytarılmasına yönəlik onların fərdi inkişaf planları tutulur və bu fərdi inkişaf planları icra olunur. Ailə mühiti nəyə görə önəmlidir sualına gəldikdə isə, ümumiyyətlə ailə mühiti hər bir uşaq üçün, hər bir insan üçün olduqca mühüm bir mühitdir. Bu elə bir mühitdir ki, burada uşaq və əlilliyi olan bir uşaq belə sevildiyini, ailədə bir statusunun, bir yerinin olduğunu hiss edir və nəticədə cəmiyyət üçün faydalı bir şəxsiyyət yetişir və biz uşaqların ailə mühitində böyüdüyü zaman onların emosional sahələrində olan o fərqi, həmçinin fizioloji inkişaflarının yaşına uyğun olmasını, yəni o irəliləyişi, intensiv olan irəliləyişin şahidi oluruq, bunu müşahidə eləyirik və ailədən fərqli olaraq müəssisədə uşaqlar kollektiv qayğı ilə əhatə olunurlar. O kollektiv qayğı ilə onların ümumi təməl ehtiyacları, baza ehtiyacları ödənilir. Yəni, bunlar hansılardır? Qidalanma ilə bağlı olan ehtiyaclardır. Məsələn, əlilliyi olan uşaqlarda onların diaqnozlarına uyğun olaraq, sağlamlıqlarındakı problemə uyğun olaraq müxtəlif ehtiyacları olur. Tibbi ola bilər, pedaqoji ola bilər, sosial, psixoloji və s. Bu ehtiyaclar qarşılanır, lakin bu ehtiyaclar bir kollektiv qayğı çərçivəsində həyata keçirilir. Amma ailə mühitində uşaqlar fərdi qayğını görərək onların o fərdi psixoloji xüsusiyyətləri formalaşmağa başlayır. Yəni, onu soruşacaqdım ki, bu məsələnin digər emosional və psixoloji tərəflərində də toxunardıq biz ki, fərq nədir müəssisə əsaslı qayğı ilə ailə əsaslı qayğı arasında, o psixoloji amilləri də nəzər yetirək? Fərq elə ondan ibarətdir ki, uşaqlar, məsələn, əlilliyi olan bir uşaqdan danışırıqsa biz, bu uşaq öz əlilliyinin olmasını ona bir ailədə böyüməyə bir mane olaraq olmadığını, insanların onu olduğu kimi qəbul elədiyinin fərqində olmalıdır və biz uşaqların bəlkə nitqi formalaşmayıb deyək ki, diaqnozundan irəli gələrək, sağlamlığındakı problemindən irəli gələrək, bəlkə hansısa bir fiziki imkanlarında məhdudiyyət var. Bundan asılı olmayaraq emosional fonda hansısa bir formada hisslərini biruzə verməsinin şahidi oluruq. Məsələn, ümumilikdə götürdükdə uşaqlar öz əsas qayğı göstərən şəxslərin səslərinə, onların toxunuşlarına reaksiya verirlər. Bu reaksiyalar fərqli formada olur. Əgər uşağın nitqi və s. formalaşmayıbsa və yaxud bu formalaşması sağlamlığındakı problemindən irəli gələrək imkansızdırsa belə, bunu ən azından bir gülümsəməklə, ən azından bir canlanma refleksindən bir üzə verirlər və biz bunun şahidi oluruq və bu emosional fonda da bu uşaqlara yəni həqiqətən də onu əks elətdirir ki, uşaqlar özlərinin sevildiklərinə əmin olurlar. Uşaqlar xoşbəxtliklərini, məmnun
olduqlarını bu formada ifadə eləyirlər və biz bir şəxsin cəmiyyətdə formalaşmasından, cəmiyyət üçün faydalı olmasından danışırıqsa, onun üçün bunlar çox önəmli faktorlardır. Bəlkə də hansısa vərdişləri müəssisədə daha yaxşı, həyati vərdişləri daha yaxşı qazana bilər. Amma məhz Sosial Xidmətlər Agentliyinin müxtəlif xidmətlərini nəzərə alsaq, yaradılmış əlilliyi olan uşaqlara yönəlik xidmətlərini nəzərə alsaq, bunu elə ailə mühitində olaraq da təmin eləmək mümkündür. Və burada bir məqam da var, təbii ki, siz qeyd elədiniz. O ailə istiliyini də almalıdır uşaq, sosial, psixoloji və emosional inkişafı baxımından. Və bir də əlbəttə ki, ailə mühitinin uşağın inkişafına təsir etdiyi digər amillər də var və burada da potensialın üzə çıxarılması kimi məqamlar da var. Hansı baxımdan təsir edə bilir uşağın potensialının üzə çıxarılmasına ailə mühiti? Hər bir uşağın müəyyən bir sahədə, hər bir insanın ümumiyyətlə bir bacarığı, bir qabiliyyəti, bir daha çox səriştəli olduğu bir istiqamət var. Amma bunun üzə çıxması üçün ən əlverişli mühit də ailədir. Çünki burada fərdi qayğını aldığı üçün uşaqlar fərdi, psixoloji xüsusiyyətlər üzə çıxır. Kollektiv qayğıda uşaqlara yanaşma da kollektivdir və ümumi bacarıqlar aşılanır. Orada hansısa uşaq fərdi xüsusiyyətlərini bir üzə verə bilmir deyə potensiallarının üzə çıxarılması ehtimalı da hardasa arxa plana keçir. Bəli, orada da üzə çıxma ehtimalı var, amma ailədə olan inkişafla müəssisədə yaşayan bir uşağın öz potensialını üzə çıxarması arasında böyük fərq var. Çünki uşaqlarda elementar deyək ki, maliyyə bacarığıdır, özünü ailənin bir üzvü olaraq qəbul edən uşaqlar gələcəkdə də ailə nə olduğunu anlayırlar və ailə mühitinə tam uyğunlaşmış olurlar, ailə daxili qaydalar olsun və s. olsun. Yəni bu mühitdə uşaqlar fərdi psixoloji xüsusiyyətlərini daha rahat üzə çıxarırlar, mən obrazlarını tanımış olurlar. İlk öncə özləri tanımalıdırlar ki, bunu bir üzə versinlər və öz xüsusiyyətlərini, mən nəyi sevirəm, nəyi sevmirəm, nəyi eləyə bilərəm, nəyi eləyə bilmirəm. Müəssisədə bu qaydalar ümumi olur və hər bir uşaqların hamısının ümumi rejimləri olur, qrafikləri olur. Amma ailədə də bu rejim qrafik olur, amma fərdi qayğıda həyata keçirilir. Və bu mənada uşaqların da müəyyən potensiallarının üzə çıxarılması ehtimalları artır və qeyd eləmək lazımdır ki, o bayaq da qeyd elədim, bu müxtəlif xidmətlər sahəsində uşaqlar da hansısa bir mütəxəssislər işlədikdə onların inkişaf ehtiyaclarına uyğun olaraq eyni zamanda ailə dəstəyi ilə bu müəyyən bacarıqların üzə çıxarılması daha da dəstəkləmək mümkündür. Həm də cəmiyyət inteqrasiyalarına böyük təkan vermiş olur, elədirmi? Ümumiyyətlə, yəni bu potensial üzə çıxanda onun gələcəkdə öz ayağı üstündə müstəqil dayana bilməsi üçün böyük dəstəkdir və bu da artıq cəmiyyətdə onun bir yeri olmasına, bir sosial status qazanmasına şərait yaradır və bu mənada da uşaq həm özünə faydalı olur, həm də cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişir. Bu təbii ki, ailənin belə deyək, üzvlərindən, fərdlərdən və valideynlərdən də çox şey asılıdır burada. Çünki uşağın stimullaşdırılması baxımından onlar da addım atmalıdırlar ki, çünki biz təcrübədə də görürük ki, bəzi valideynlər var ki, ümumiyyətlə uşağın əlilliyinin olduğu təqdirdə onu gizlətməyə çalışırlar və yaxud da sosiallaşmasına maneələr törədirlər. Burada da əlbəttə ki, ailə faktoru da çox böyük rol oynayır. Və növbəti sualım ondan ibarətdir ki, ümumiyyətlə cəmiyyətin yanaşmasında siz əlbəttə ki, davamlı olaraq belə keyslərlə işləyirsiniz və uşaqların ailə mühitində böyüməsi, cəmiyyətin inteqrasiya edilməsi üçün kifayət qədər keyslərlə tanışsınız. Ümumiyyətlə, cəmiyyətin rolu nədən ibarətdir bu proseslərdə? Biz cəmiyyət olaraq nələrə diqqət etməliyik ki, xüsusilə də əlilliyi olan uşaqlar üçün yaranan bəzi bariyerləri aşa bilək? Müəyyən stereotiplər mövcuddur bu sahədə, lakin bu son bir neçə il ərzində əgər biz müqayisəli aparsaq, bu stereotiplərin nisbətən zəiflədiyini, nisbətən azaldığına şahid oluruq. Stereotiplər əsasən nədən ibarətdir? Əlilliyi olan bir uşaq ailəyə bir yük kimi görülür. Əlilliyi olan bir uşağın, məsələn, ailəyə qəbulu, övladlığa götürmə olsun, istər himayədar ailə xidməti olsun, qəbulu ailə tərəfindən çətin qəbul olunur. Yəni, bu çətin bir proses kimi görülür ümumilikdə. Adaptasiya prosesinin özü olduqca ağırdır. Lakin son illərdə müəyyən qədər dəyişikliyin müşahidə edirik. Bir də digər stereotip nə ilə bağlıdır? Ailələr bəzən düşünürlər ki, uşağa müəssisədə daha yaxşı olacaq.
orada mütəxəssislər var, mütəxəssislər uşaqla işləyəcək və o orada yaşayacaq, daimi o mütəxəssislərin yanında olmaq ona faydalı olacaq düşünürlər. Lakin biz nəzərə almalıyıq ki, bu xidmətlər elə agentlik tərəfindən yaradılmış xidmətlər nəzərdə tutulur. Yəni ailələrə onsuz da təqdim olunur. Uşaq gün ərzə xidmətlərində də müəyyən müəssisəyə gətirilir, onunla müəyyən mütəxəssislər işi aparır və yenidən ailə mühitinə qayıdır. Yəni ailə mühitinə yenidən qayıtmaq uşaq üçün olduqca önəmlidir və biz ailələrlə mütəmadi olaraq uşağını müəssisəyə yerləşdirmək istəyən hər bir ailə ilə, o cümlədən əlilliyi olan bir uşağı müəssisəyə yerləşdirmək istəyən hər bir ailə ilə fərdi qayğıda bunun müzakirəsini aparırıq. Dəstək tədbirləri onlara təklif olunur və detallı şəkildə bunun müzakirəsini aparırıq və yəni bu dəstək tədbirlərindən yararlanıb da uşağını ailə mühitində saxlayan ailələrimiz var və buna çox şadıq. Və məhz bunun sayəsində də, bu xidmətlərin əl çatanlığı sayəsində ailələrimiz uşaqlarına dəstək olaraq bu əlilliyə rəğmən, yəni əlilliyin olmasına, ona rəğmən uşağa qayğı göstərməkdən imtina eləmirlər. Yəni bu ailələrdə olan o yanaşmanın dəyişməyi bir uşağın belə taleyi üçün böyük uğurdur. Elnur xanım, biz ailə mühitində böyüməyin, belə deyək, əhəmiyyətindən danışdıq və əsas fokusumuz da o üzrədir ki, istənilən müəssisədə yaşayan və yaxud da müəssisəyə düşmə ehtimalı olan uşaqların bu situasiyadan qurtulması və ailə mühitində böyüməsinin təmin edilməsi və əlbəttə ki, ailəyə reinteqrasiya mümkün olmadıqda bunun alternativləri də var, övladlığa götürmə və yaxud da himayədar ailələrə yerləşdirilmə. Bu sahədə böyük bir sistemli kompleks iş aparılır. Bəs əlilliyi olan uşaqların ümumiyyətlə övladlığa götürülməsi, himayədar ailələrə yerləşdirilməsi ilə bağlı cəmiyyətin marağı nə dərəcədə yüksəkdir? O bayaq qeyd elədiyimiz o stereotip burada da öz əksini tapır. İnsanlar hardasa çəkinirlər, narahatlıq keçirirlər ki, həmin uşağa, mən əlilliyi olan bir uşağa necə qayğı göstərə bilərəm, birdən bacarmaram, uşağa da ziyan olar. Bu tipli narahatlıqlar var. Amma bizim üçün o yəni çox az bir müraciət belə uğur göstəricisidir. İndiyənə qədər Sosial Xidmətlər Agentliyinə keçdikdən indiyənə qədər ümumilikdə 5 əlilliyi olan uşaq övladlığa verilmişdir və eyni zamanda 2 əlilliyi olan uşaq himayədar ailədə yaşayır hal-hazırda və qeyd eləmək lazımdır ki, bu hər iki uşağın ailəyə verildikdən sonra inkişaflarında və həmçinin digər övladlığa verilmiş 5 uşağın inkişaflarında biz olduqca böyük bir fərqin şahidi oluruq. Müsbət mənada inkişaflar var. Müsbət mənada, bəli. Uşaqlar psixoemosional vəziyyətləri, onların inkişafları, elementar göz kontaktını qurmaqda belə nə qədər fərqlərin şahidi oluruq və qeyd eləmək lazımdır ki, o dəstək mexanizmləri burada da tətbiq olunur. Yəni hər iki xidmətdə ailələrə uşaqların monitorinqi məqsədi ilə mütəmadi səfərlər olunur və bu monitorinqlər zamanında ailələrə uşağın ehtiyacına uyğun dəstək tədbirləri təklif olunur. Bu tədbirlər çərçivəsində əlilliyi olan uşaqlarla həyata keçirilməli olan, yəni müəyyən mütəxəssislərin, ixtisaslaşmış mütəxəssislərin xidməti ilə bağlı gün ərzi mərkəzlərində və sosial xidmət mərkəzlərində göstərilən xidmətlərin təmin olunması təklif olunur və həmin ailələr və uşaqlar bu xidmətlərdən yararlanırlar. Yəni kompleks dəstəklər əhatə olunurlar. Bəli, orada hər bir uşağın ehtiyacına uyğun bu loqopedik dəstək ola bilər, psixoloji iş ola bilər, ümumi psixopedaqoji iş ola bilər, sosial yönümlü ola bilər. Yəni yenə də yekunda məqsəd uşağın cəmiyyətə əlilliyi olmasına baxmayaraq uşağın cəmiyyətə inteqrasiya olunmasıdır. Bir şəxsiyyət kimi formalaşması və müstəqil şəkildə öz həyatını sürə bilməsidir. Yəni burada yanaşma təkcə uşağın inkişafı deyil də ailənin tam inkişafına və o uşağın münbit şəraitdə, daha əlverişli bir ailə mühitində inkişaf etməsi üçün ideal o ailə mühitini formalaşdırmasıdır, düzdürmü? Yəni bir əlilliyi olan bir uşağa bir ailə tək başına yəni hər bir şeylə təmin eləməsi biraz çətindir. Nə mənada? Orada digər mütəxəssislər olmalıdır. Ailə sevgisini verir, münbit mühiti yaradır. Amma burada əlavə dəstəkləyici
mütəxəssislər olmalıdır. Hansı ki, uşaq inkişaf mütəxəssisləri uşağın fərqli formada məhz müxtəlif texnikalar tətbiq eləyərək inkişafını şərtləndirməlidirlər. İstər tibbi məsələlər olsun, istər pedaqoji, istər psixoloji, yəni və ailələrin özlərinə də müəyyən tövsiyələr verilir. Yəni bir uşağın hələ də əlilliyi olan bir uşaqdırsa, sağlamlıq məsələsi, ümumi emosional vəziyyəti, psixoloji inkişafı və s. ailənin, valideynlərin evdə dəstək göstərməsi də çox önəmlidir. O mümbit mühitin yanında verilən mütəxəssislər tərəfindən verilmiş tapşırıqların icrası nəzərdə tutulur, tövsiyələrin əməl olunması nəzərdə tutulur. Yəni ailə ilə birgə olur. Yalnızca ayrıca mütəxəssisin işi, ayrıca ailənin qayğısını nəzərdə tutmuruq biz. Burada hərtərəfli bir fəaliyyət gedir. Uşaq mərkəzli bir yanaşma sərgilənir. Elə yaxşı oldu, bu məqama toxundunuz. Burada valideynlərin və ailə üzvlərinin üzərinə düşən əlbəttə ki, bir məsuliyyət də var. Onlar nədən ibarətdir? Övladlığı götürmə və himayədar ailə prosesində. Himayədar ailədə xidmətlər ümumiyyətlə hər ikisi də ailəyə əsaslı qayğını nəzərdə tutsa da, himayədar ailədə valideyn-övlad münasibəti yaranmır. Sadəcə uşaq ailə mühitində olur. Ailə mühitində olduğunu anlayır, fərdi qayğını alır ailədən, belə deyək, öz həyat hekayəsindən ayrılmır. Amma övladlığa götürmədə uşaqla valideynlər arasında münasibət valideyn-övlad münasibətinə əsaslanır. Tam bir ailə mühiti yaradılır və bu biz himayədar ailə və övladlığa götürmə ilə bağlı danışırıqsa, burada stimullaşma mexanizmlərindən də danışmaq lazımdır. Dəstək tədbirlərindən danışanda bunu qeyd etmədik. Yəni, əlilliyi olan bir uşağın övladlığa götürülməsi zamanı aylıq 600 manat məbləğində müavinət nəzərdə tutulur və əlilliyi olan bir uşağın himayədar ailəyə verilməsi zamanı uşağın yaşına görə müavinətlər dəyişir. 0-6 yaş arası 500 manat məbləğində müavinət nəzərdə tutulmuşdur. 7-13 yaş arası 600 manat məbləğ nəzərdə tutulmuşdur və 14-18 yaş arası əlilliyi olan bir uşağın himayədar ailəyə verilməsi zamanı aylıq 650 manat məbləğində müavinət nəzərdə tutulur. Eyni zamanda rüblük 200 manat mövsümi geyimlərin alınması üçün müavinətlər nəzərdə tutulmuşdur. Yəni, kifayət qədər böyük bir məbləğdir və əlbəttə ki, uşaqların inkişafı üçün önəmlidir. Anar xanım, xüsusi qayğı ehtiyacı olan uşağa münasibətdə o ailə daxilində sağlam balans necə qorunmalıdır? Sağlam balans mütləq uşağın yəni əlilliyinin olmasına deyil, onun sadəcə sağlam bir mühitdə böyüdülməsidir. Yəni, ailənin digər üzvləri arasında olan münasibət də bura daxildir. Deyək ki, valideynlərin öz arasında olan münasibət daxildir və onlar bayaq qeyd elədiyiniz o isti mühiti, ailədə olan isti mühiti uşağa verməlidirlər. Və uşaqlar bunun fərqində olurlar. Yəni, hətta ağır diaqnozlu bəzən uşaqlar var ki, biz onların belə bu münasibətlərindən valideynlərə bunun fərqində oluruq. Və sevgini anlayırlar uşaqlar. Balans mütləq formada sevgidən başlayır və uşağın fərdi xüsusiyyətlərinə, ehtiyaclarına uyğun olaraq ayrı-ayrı tədbirləri nəzərdə tutur. Bura bayaq qeyd elədiyimiz kimi uşağın tibbi ehtiyacları daxildir, bura daxildir uşağın psixoemosional vəziyyətindən bağlı məsələlər, pedaqoji məsələləri daxildir bura. Ondan hansı mütəxəssis işləməlidirsə, bunlar nəzərdə tutulmalıdır. Vaxtı-vaxtında müayinələrdən mütləq formada uşaq keçirilməlidir və onun ehtiyacına uyğun elementar evdəki şərait dəyişdirilməlidir. Bəlkə əlilliyi olan uşaqdırsa, evdə hansısa bir şərait yaradılmalıdır, o uşağın evdə hərəkətliyinin təmin olunması məqsədilə. Yəni, bəli, bununla bağlı da ailələrə tövsiyələr verilir və eyni zamanda o qeyd etdiyimiz kimi agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində gün ərzi mərkəzində və eyni zamanda sosial xidmət mərkəzlərində bu təkliflər və belə deyək də, ümumi tövsiyələr ailələrə mütləq formada verilir və tərəfimizdən uşaq ailə himayəsinə qaytarılmışsa əgər, onun monitorinqləri həyata keçirilir və monitorinqlər zamanı buna diqqət olunur ki, nə dərəcədə əməl olunur. Və uşağın sosiallaşması çox önəmli məsələdir. O, qeyd etdiyiniz məqam ki, bəzən valideynlər uşağı cəmiyyətdən gizlədirlər. Yəni, uşaq həm sosiallaşması çox önəmlidir, həm də ailənin ona utandığını, onu gizlətməyə çalışdığını hiss etməməlidir. Uşaq cəmiyyətin bir parçası olduğunu anlamalıdır və ailənin digər üzvləri qədər bundan faydalanmalıdır.
Ümumiyyətlə, varmı təcrübədə? Siz bəlli bir say qeyd etdiniz ki, artıq əlilliyi olan uşaqlarımız var ki, onlar ailələrdə yaşayırlar. Övladlığa götürmə istiqamətində və eyni zamanda himayədar ailələrdə yerləşdiriliblər. Təcrübədə əvvəlcə əlilliyi olan uşağı övladlığa götürməyə tərəddüd edib, sonradan artıq müsbət geri dönüşlər edən ailələrimiz varmı sizə? Monitorinqlərdə görə bilirsinizmi belə keysləri? İstər övladlığa götürmədə, istər də himayədar ailə xidmətində valideyn namizədlərlə müxtəlif mərhələlərdə görüşlər həyata keçirilir. Bunlar müsahibə mərhələsidir, təlim mərhələsidir və bu mərhələlərin hər birində valideynlərlə müzakirələr həyata keçirilir. Bu müzakirələrdə əlilliyi olan uşaqlar, onların ehtiyacları mövzusunda da geniş şəkildə müzakirələr aparılır və bu müzakirələrin nəticəsində də bizim elə ailələrimiz var ki, bəli, müəyyən qədər fikirləri dəyişir. Lakin burada əsas yenə də aparıcı olan valideynin özünün buna istəyinin olmasıdır, öz arzusunun olmasıdır. Yəni, yekunda yenə onlar özləri qərarlarını qəbul edirlər. Bu, qeyd etdiyimiz müraciətlərin hər birində, onların motivlərində mənəvi borc motivinin olduğunu biz müşahidə edirik. Yəni, cəmiyyət qarşısında, hansısa bir əlilliyi olan bir uşaq qarşısında bir növ qəlblərində bir mənəvi borc hissi daşıyan valideynlərdir. Bizim üçün hər biri olduqca dəyərlidir. Çünki bir əlilliyi olan bir uşaq üçün öz evinin qapısını açmaq bir həqiqətən də bir böyük bir ürək tələb eləyir və bu ailələrin hər biri aparılan müzakirələr və s. nəticəsində, məsələn, onların da tərəddüdlərinin, narahatlıqlarının olduğunun biz şahidi oluruq. Amma belə deyək də, istəkli olmaq və bunun üçün öyrənməyə hazır olmaq əslində bu yetərlidir. Biz təcrübəmiz bunu göstərir ki, bunun özü yetərlidir. Ailələr və uşaqların da ailəyə getdikdən sonra çox böyük inkişafının şahidi oluruq. Məsələn, pedaqoji cəhətdən kifayət qədər ən elementar baza özünə xidmət vərdişləri formalaşmamış bir uşağımız var idi. Çox böyük irəliləyişlər əldə edirik. Uşaq öz fikrini çox rahat şəkildə ifadə eləyir. Yəni, suallara qapalı şəkildə bəli, xeyir, bəzən anlamadığı üçün sadəcə istənilən bir cavab verib, yəni cavabdan yayınan uşağımız var idi ki, o hal-hazırda belə deyək də suallara belə fikirlərini ifadə eləyərək, öz yanaşmasını sərgiləyərək cavablar verir. Bu bizim üçün böyük uğurdur. Digər uşağımız var, məsələn, hansının ki biz inkişafında çox böyük irəliləyiş görürük. Uşaq artıq nitqində müəyyən irəliləyişlər var, bəzi komandaları anlamağa başlayıbdır. Yəni, elementar göz kontaktını belə qurmağa, adını çəkəndə uşağın o geri dönüş eləyib göz kontaktı qurursa, bu bizim üçün bəli, uğur göstəricisidir və uşaqların üzündəki təbəssüm çox önəmlidir. Yəni, məsələn, müəssisədə yaşadığı müddətdə qeyd elədiyimiz məqam ki, əsas qayğı verən şəxs məsələsi, yəni onun əsas qayğı verən şəxs deyil də, qayğı verən şəxslər olması elementar bir şeydir, amma o qədər böyük bir fərq yaradır ki, uşaqlarda və bu fərqin zəminində də biz onların gözlərindəki o parıltını yarandığını şahidi oluruq. Məsələn, bizim səsimizə reaksiya verməyib, valideynlərin səsinə artıq gülümsəməklə reaksiya verən uşaqlarımız var. Hərəkətlərlə müxtəlif reaksiya verən uşaqlarımız var. Bəli, bu bizi sevindirir. Böyük bir nəticədir. Bəli, bəli. Elnarə xanım, bəs bu sahədə biz bayaq dedik, tərəddüd edən valideynlər də ola bilir, əlilliyi olan uşaqların övladlığa götürülməsi zamanı. Ümumiyyətlə, bu prosesi təşviq eləmək üçün nələri tövsiyə edərdiniz? Əsas hansı mesajları vermək istəyərdiniz cəmiyyətə, izləyicilərimizə? Yəni, əlilliyin olması bir uşaq üçün ailə mühitində böyümək və fərdi qayğını almaq üçün bir maneə deyil, bir sərhəd deyil. Və biz onun şahidi oluruq ki, istənilən uşaq ailə mühitində böyüməyi arzulayır. Yəni, bəlkə əlilliyi olan bir uşaq bunu nitqlə ifadə eləyə bilməz, amma davranışlarında, emosiyalarında bunu bir üzə verir. Nitqi formalaşmış uşaqlarımız isə onsuz da bunu nitqlərindən deyirlər. Və bir uşağın ailə mühitində böyüməsi üçün Nazirlik və Agentlik tərəfindən kifayət qədər xidmətlər təklif
olunur ailələrə və bu xidmətlər məhz uşaqların ailə mühitində böyüməsini təşviq edən xidmətlərdir və mən istənilən qəlbində bu sevgi, bu istək olan, istənilən bir ailəyə istəyərdim bunu bildirim ki, müraciət eləyə bilərlər. Biz dəstəyi hər zaman yanlarındayıq və eyni zamanda agentliyin xidmətləri sayəsində onların o narahatlıqları demək olar ki, aradan qalxmış olacaq. İstənilən bir məsələ ilə bağlı hər zaman uşaqlara ailənin yanında dəstək göstərən bir ixtisaslaşmış bir komanda var ki, onlar uşağın ehtiyaclarına və ailənin həmçinin ehtiyaclarına uyğun olaraq dəstək göstərməyə hazırdırlar. Yəni bu proses təkcə uşağın övladlığa verilməsinə orada yekunlaşmır. Ondan sonra da davam edir. Bizim yolumuz hələ oradan sonra davam eləyir. Ümumiyyətlə uşaq bütün mərhələlərdə nəzarətdə saxlanır, düzdürmü? Bəli, yəni 18 yaşı tamam olana qədər bütün uşaqlar monitorinq olunurlar. Birinci ili ildə 4 dəfə olmaqla, yəni rübdə bir dəfə. Növbəti illərdə isə 18 yaş tamam olana qədər ildə bir dəfə ən azı monitorinq olunur. Amma bu uşağın ehtiyacına uyğun olaraq da dəyişilir. Yəni monitorinqlərin sayı artırılır. Amma bu monitorinqlərdən əlavə də, yəni deyək ki, sadəcə ildə bir dəfə ailə ilə maraqlanılmır. Mütəmadi olaraq ailə ilə əlaqədə olunur. O qeyd etdiyimiz sosial xidmət müəssisələri, mərkəzləri və digər mərkəzlər ki var, gün ərzə qayğı mərkəzləri, bunlar ailələrlə mütəmadi əlaqədə olurlar. Hamısı eyni qurumun nəzdində olduğuna görə məlumatlar ümumiləşdirilir və ailəyə istənilən dəstək tədbirləri bütöv şəkildə həyata keçirilir və uşağa həmçinin təqdim olunur. Yəni agentlik olaraq bütün mərhələlərdə uşaqların yanındasınız və dəstək göstərirsiniz. Elnarxan, valideyn himayəsindən məhrum olmuş uşaqlarımız var, hansı ki onlar müəssisələrdə yaşayırlar. Həmin müəssisələrdə vəziyyət necədir? Nə qədər uşaq hazırda orada dövlət qayğısı ilə əhatə olunur? Əlilliyi müəyyən edilmiş 18 yaşına qədər uşaqlar üçün hal-hazırda agentliyin nəzdində 2 müəssisə fəaliyyət göstərir. 1 saylı və 2 saylı sosial xidmət müəssisəsi. Bu müəssisələrdə hal-hazırda statsionar və yarım statsionar fəaliyyətlər təqdim olunur ailələrə və uşaqlara. Statsionar dedikdə biz uşaqların orada həm gün ərzində xidmət alması, həm də gecələməsini nəzərdə tuturuq. Yəni onlar orada yaşayırlar. Amma yarım statsionar xidmətlər gün ərzi xidmətlərini təklif eləyir ailəyə. Bayaq qeyd elədiyimiz o dəstək tədbirləri çərçivəsində ailələr uşaqlarını ora müəyyən mütəxəssislərin onlarla işləməsi üçün gətirirlər və müəyyən vaxt aralığında onlarla işləndikdən sonra uşaqlar geri götürülür. 2025-ci il ərzində 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində 164 uşağa xidmət göstərilmişdir statsionar olaraq və 23 uşağa yarım statsionar xidmət göstərilmişdir və eyni zamanda 2 saylı əlilliyi müəyyən edilmiş 18 yaşınadək şəxslər üçün sosial xidmət müəssisəsində 2025-ci il ərzində 155 uşağa xidmət göstərilmişdir statsionar qaydada və yarım statsionar qaydada ümumilikdə 21 uşağa il ərzində xidmətlər göstərilmişdir və eyni zamanda əlavə etmək lazımdır ki, agentliyin digər xidmətləri də çərçivəsində də bu uşaqlara dəstək tədbirləri həyata keçirilir və deməli sosial reabilitasiya mərkəzlərini nəzərdən keçirsək, ümumilikdə 27 reabilitasiya mərkəzində 2025-ci il ərzində 1350 əlilliyi olan uşağa müxtəlif reabilitasiya xidmətləri təqdim olunmuşdur və eyni zamanda 6 sosial xidmət mərkəzində 2025-ci il ərzində 429 uşağa, məhz əlilliyi olan 429 uşağa müxtəlif sosial, psixoloji, pedaqoji, eyni zamanda tibbi və sair xidmətlər təklif olunmuşdur, təqdim olunmuşdur. Bu xidmətlər və mərkəzlər əlbəttə ki, Respublikanın bütün regionlarını əhatə edir. Həm Bakı şəhərində, həm regionlardadır mərkəz. Elnarxan, çox sağ olun. Bugün vaxt ayırdınız, studiyamıza gəldiniz və maraqlı bir müzakirə mövzumuz oldu. Belə, əziz izləyicilər, bugün də qayğı verilişində əlilliyi olan uşaqlardan və onların böyüməsi üçün, inkişafı üçün və əlbəttə ki, cəmiyyət inteqrasiyası üçün ailə mühitinin əhəmiyyətindən danışdıq. Növbəti buraxılışlarda görüşmək ümidi ilə sağ olun.